İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Dünəndən elan edirik ki, bugün biz nəhayət ki, franchisingdən danışacağıq. Bu modellə hər hansısa bir biznes qurmaq istəyən insanlar nələri bilməlidir, nə qədər pulları olmalıdır, hansı sahələr daha uğurlu olur bu modellə. Bütün bunları Azərbaycan Franchising Mərkəzinin rəhbəri Elnur İslamovla müzakirə edirik. Müzakirəmizə amma hər kəs qoşula bilər. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Xoş gəlmisiniz, necəsiz? Çox sağ olun, xoşdur təkrar burada olmaq. Elnur bəy, ümumiyyətlə çətindir bu franchisinglə bir biznes qurmaq. Niyəsə elə görünür mənə? Sanki özünü sıfırdan quranda daha rahat olur. Əgər bilikli, təcrübəli deyilsinizsə, sizlə razıyam. Hər bir işdə olduğu kimi franchisingdə də müəyyən çətinliklər var. Yəni nə biliyi olmalıdır? Ən azından gəlin franchisingi biraz başqa cür baxağın. Franchising bərabərdir, dayanıqlı, sistemli, gəlirli, altını çizirəm, gəlirli və oturmuş bir biznes. Yəni korporativ mədəniyyəti ilə, korporativ qaydaları ilə, müəyyən reqlamentləri ilə, işə alım, ən bəlkə də sadə görünsə də, işə alım standartları ilə tutun, işdə karyera planlamasına qədər. Bəlkə də McDonald's Amerikada mən özüm də olarkən şahidi də oldum ki, düzdür, Amerikadakı McDonald'slar bizdəki kimi milyonluq yatırımlar deyil. Yəni çox köhnə, belə baxımsız, bəlkə də evsiz eşitsizlərin yeridir deyə orada saatı $12 verilən ən ucuz iş verən şirkətidir. Amma buna baxmayaraq insanlar, yeni karyerasını yeni başlayanlar ora can atır. Nəyə görə? Çünki bilirlər ki, bir karyera planlaması var. Bəlli bir standartlarla oturulmuş bir karyera yolculuğu gözləyir onu. Və bu da təsadüfi deyil ki, yəni boş kassa qışqırmağın, bağırmağın belə standartlaşdırıblar adamlar. Yəni bu da McDonald's markasının 25 milyard dəyərində olmasını gətirib çıxardır. Amma baxın, franşiza deyəndə elə ağla 1-2 marka gəlir. 1-2 belə nümunə göstərəcəksiniz və salam. Təbii ki, dünyada tanınmış və ağıllı sahibkar zehniyyəti ilə yanaşanda markaya daha çox işləyirlər. Belə bir söz var ya, birinci ada işlə, sonra ad sənə işləyəsin. Yəni franchisingin əsas elə belə deyək də rəqabətdəki qabağa aparan silahı odur. Misal üçün yəni elə Cola-da desək, yəni 70-80 milyardlıq bir marka düşünün, amma bütün inventarını, maddi hər nəyi varlığını nəzərə alsaq 1 milyard bəlkə də eləməz. Yəni düşünün ki, satış, alqı-satqı zamanında və səhmlərin və aksiyaların şirkət dəyərinin formalaşmasında marka dəyəri qat-qat, hətta 80 dəfə daha çoxdur öz fiziki aktivlərinə, gözdə görünəndən daha çoxdur mənəvi, belə də maddi olmayan aktivləri. Ona görə Azərbaycanda bizim əsas elə başlatdığımız milli franchising dəstək proqramının əsas məqsədi bu milli bizneslarımızın bir növ daha dayanıqlı olması üçün franchising yoluna müraciət etmələridir. Və təsadüfi deyil ki, biz keçən il belə İqtisadiyyat Nazirliyi qurumu ilə başlatdığımız layihəmizdə, proqramımızda 3 dənə artıq bizim sahibkarlarımız, yəni belə reklam deyilsə deyə bilərik. Yəni adlarını demək istəyirsiniz? Kiçik sahibkardısı olar. Biri istehsalçıdır, yəni Lavlokum. Yəni onlar artıq Ağşəhərdə, yəni belə işi böyüdüblər, onu demək istəyirəm. Ağşəhərdə artıq 14-ündə ilk franşizasını açırlar. Yəni bizi sevindirən bir haldır. O biri təhsil sektoru ilə bağlı. Yəni bu təhsilin reklam olmaz deyə düşünürəm ki, yəni onu demək faydalı olar və bəzilərinə də stimul olar ki, hədəf qrupudur, hədəf liseyləridir. Biz onu artıq Qazaxıstanla da ilkin danışıqlara başlamışıq. Onlar da maraqlıdır. Və ya Birləşmiş Ərəb Əmirliklərində də özəl təhsil müəssisələri çox bahalı bir xidmət sayılır deyə orayla da bir çalışmalarımız var. Və bir dənəsi də lekal dəftərxanadır ki,
O da belə deyək, orta brend bir məhsulları var. Onu da biz bir pərakəndə mağazaların birindən, bir korner sistemindən artıq razılıq əldə etmişik. Yəni bizim belə deyək vasitəmizdə. Aydındır. Mən əslində bax fransayzing deyəndə ilk ağlıma o gəlir ki, biz daha çox hansısa ölkələrdən alırıq və ölkəmizdə gəlir. Bax, siz deyəndən sonra mənə çatdı. Orada bizim markaları da eləyə bilər. Niyə də olmasın? Yəni baxın, Özbəkistan bazarında, yəni biz həqiqətən də mətbəximizlə də bizim istər zəngin bir mədəni tariximiz var. Həqiqətən istər muğamımızla olsun, istər folklorumuzla olsun, yeməklərimizlə olsun, amma təəssüf ki, özbəklər bizdən daha tez davranaraq Avropa bazarında öz fast foodlarını, samsaları var misal üçün, onların milli, yəni də çeburek kimi yeməkləri bizim də qutabımızda belə baxanda. Yəni biz də qutabdan niyə də çıxmayaq? Niyə bu işə biz öncüllük eləməyək? Çünki fəxr edə biləcəyimiz yeməklərdir, faydalı fast fooddur deyək də biz buna. Yəni çünki içində bilirsən nədir? Amma bunu da paralel danışmaq demək lazımdır ki, bizim sahibkarlarımız daha çox rutin işlərlə, belə deyək, əməliyyat işləri ilə, belə deyək, şirkətin o qədər məşğuldurlar ki, arada belə təşəbbüslərə yaxşı baxmırlar, riskli baxırlar. Bu mənada dövlət bəzi ölkələrdə də olduğu kimi, yəni bir çox ölkədə üzr istəyirəm, olduğu kimi elə adicə elə Özbəkistandan demişkən fransayzing agentliyi açıblar. Dövlət fransayzing agentliyi var artıq. Artıq hökumət anlayıb ki, milli ekosistem yaradılmasında fransayzingin digər sektorlara da artıq bir dayanıqlı biznes modeli kimi nümunə olacaq. Yəni sizə bir misal çəkim də, yəni olar, amma reklamdan sonra. Bəli. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Azərbaycan Fransayzing Mərkəzinin rəhbəri Elnur İslamov da studiyamızdadır və Elnur mənim nəsə misal çəkmək istəyirdi. Misalımız deyək ki, Azərbaycandakı unutdunuz misalı. İmkan vermədim ki, yaxşı. Gəlin onda mən olar sizə başqa bir mövzudan bağlı sual verim. Buyurun. Bax, kimsə indi artıq biznes açmaq istəyir də. Evet. Deyək ki, məhz bu üsulla, bu modellə bir biznes qurmaq istəyir. Necə ölkəni seçə bilər? Sektoru necə, hansı sahədə? Çünki fransayzing deyəndə restoranlar daha çox ağla gəlir. Mütləq restoran sahəsi olsa daha yaxşı nəticə verəcək. Nə qədər pulu olsun, necə bir komanda yığılsın, hansı əlaqələri işə salmaq lazımdır? Yəni bu proses necə qurulur? Öncəliklə bunu bildirim ki, sırf restoran deyil, bir mənalı, sırf geyim deyil, hamıda populyar bir təsəvvür yaranır ki, ancaq geyimlərdə falan olur. Yəni düşünün ki, dünyada helikopter eniş zolağının belə fransayzingi var. Yəni düşünün ki, nə uc örnəkdirsə, bunu da fransayzing ediblər. Yəni hətta bəlkə də indi sizə də sosial şəbəkələrdə çox qarşıma çıxır. Xüsusi deyək ki, jetskilər, xüsusi kvartasiklərin kirayəsi, satışı. Yəni fransayzing əslində bir istehsalçı üçün alternativ satış şəbəkəsinin açılmasında gözəl bir fürsətdir. Bizdə indi ad çəkməyim, reklam olmasın. 2008-də biz tanınmış bir mebel markasının biz 13 dənə filial şəbəkəsi olan 3 ortaq arasında bölüşdürülən istehsalçının biz fransayzing yolu ilə qısa zamanda 1 ilə keçmədisə 50-yə çıxartdıq. Və hal-hazırda 150 markası nöqtəsindən 50-si özünə aiddir, 100-ü fransayzidir. Yəni əziyyət çəkilirsə, misal yadıma düşdü. Biz əgər şirkət olaraq bir nəyisə əziyyət çəkmişik, nəyisə özümüzü belə deyək, bütün əlaqələrini, təcrübələrimizi, biliklərimizi səfərbər edib bir iş qurmuşuqsa və o qazandıran bir artıq biznesdir daha. Niyə biz yeni başlayanlara ön ayaq, belə yol göstərən olmayaq? Çünki o bilirsiniz statistikada 80% 3 ilə kimi 5 ilə qədər hətta bağlanır. Çünki müəyyən su altı daşları nəzərə almadan, müəyyən o püxtələşmə olmadan istər-istəməz vadar olur ki, bu iş getmir. Amma
artıq bu daşları başı dəyə-dəyə öyrənmiş bir sahibkar, o bir dəyərli təcrübədir. Bəzən söz var, yəni ya pul qazanırsan, ya təcrübə. O artıq o təcrübədən çox kifayət qədər qazanıb deyə o yola çıxıb. O avtobana çıxıb. O sürətlə də gedir. Niyə biz yenə də at arabası ilə gedək çatmaq istədiyimiz nöqtəyə? Yəni sıfırdan biznes quran at arabası ilə gedir. Yəni o sıfırdan biznes quranlar da, yəni əgər yenə də burada müəyyən şeylər, parametrlər olmalı. Yəni şirkətdən asılı olan, şirkətdən asılı olmayan. Gəlin şirkətdən asılı olmayanlara baxaq. Əgər bir bazar böyüyən bazardırsa, misal üçün, yəni baxırsan ki, X, ya lap belə önə gedək. Ümumiyyətlə o bazarın olub-olmamasına baxaq. Yəni hansı bir sektorda fəaliyyət göstərirsə, əgər o bazar, misal üçün Azərbaycan adətən mənim bu meyarımda, yəni heç kimə istəmirəm qayda kimi deyim, amma mənim meyarımda əhali nə qədərdirsə, onun 7-8 qatı qədər milyona vururuq. Yəni, məsələn 10 milyon Azərbaycan əhalisidirsə, 75 milyonluq həmən o biznesdə ümumi bazar varsa illik, o işə girişməyə dəyər. Misal üçün deyək ki, Rusiyada 150 milyondursa 1 milyard dollarlıq bir bazardırsa girməyə dəyər. Bir ikincisi, bazar getdikcə böyüyən bazardırsa, yəni getdikcə kiçilən bazardırsa bunun gələcəyi yoxdur. Böyüyən bazarda da əsas faydası nədir? Eyni işi görərək bazar özü sənə belə bazar payını böyütmüş olasınız. Üçüncüsü də əsas bazarda 2 dənə konsolidə olmuş iştirakçılar olmasın. Yəni nə deməkdir? 2 dənə, 3 dənə böyük iştirak oyunçular olmasın. Bazara 20-30%-dan çox sahib olanlar. Elə var, elə bazarlar. Yəni hər sahədə onsuz da ən yaxşı 2-3 dənə olacaq. Amma yəni əgər o 2-3 nəfər birləşibsə, 20-30% bazarı tutursa, bəzən məsəl üçün 50% də tutursa ümumi bazar, ora girməyə dəyməz. Yəni var da elə istiqamətlər var. Var. Yəni böyük misal üçün GSM şirkətləri. Yəni 2-3 dənə şirkətdir. Yəni o bazara siz bu dəqiqə girsəz, çox da uğurlu olmazsınız da. Yəni o mənada demək istəyirəm. Yəni bəzi monopolist şeylər var. Misal üçün də yəni baxırsan ki, ya dövlət müəssisəsi ola bilər orada. Yəni ümumiyyətlə bizdə neft emalı ümumiyyətlə dövlətdədir. Misal özəl. Yox, demək istəyirəm, elə sektorlar, elə sahələr varmı ki, orada 2-3 böyük oyunçu olmasın? Yəni belə baxanda hər tərəfdə var. Olacaq təbii ki, amma onların toplamı bazarın 20-30%-ni tutmasınlar. O 10 nəfər olsa, adam başı orada 2-3-5% tutsa tamam. Orada problem yox. Amma 2 nəfər, 3 dənə şirkətdə bazarın ümumi payı, çünki bunlar artıq diktə eləyəcəklər. Çünki açığı Azərbaycanda dərman şirkətlərində belə bir problem var. Yəni 2-3 nəfər də əsas gətirənlər deyək. Onlar istədiyi zaman bazarı eləyə bilirlər. Yəni bəzən defisit yaradaraq qiyməti qaldıra bilərlər. Biz də pasiyent kimi istərsimiz aptekə gedəndə tapılmayan dərmanlar olanda təşvişə keçirik, xüsusən də o xroniki xəstəlik və s. və tapanda da istədiyimiz qiymət verirlər, olan da istədiyi olur. Amma burada təbii ki, şirkətdən də asılı, şirkət daxilində də bəzi məsələlər olmalıdır ki, misal üçün, mən bir çox şirkətlərin konsultantlığını eləyəndə də belə bir rastlaşdığım məsələlər, yəni satış qiymətini mən məsləhət görərdim bizi dinləyən sahibkarlarımıza, qoy baxsınlar. Əgər OPEX-i, yəni əməliyyat xərcləri, aylıq xərclərini, maya dəyəri bir şey, misal üçün deyək ki, bu fincan bizə 10 manata başa gəlirsə, burada marketinq, satış, logistika nəzərə almırıq müştəriyə. Sırf bu bizə gətirmişik, anbarımıza qoymuşuq, bu bizə 10 manata başa gəlirsə, biz bunu 40 manata satmalıyıq. Düzdür, deyəsiniz ki, bu nə şok bir məlumatdır. Bəli. Yəni professional bir meyar var da, deyək ki, biz bunu 40 manata satanda, yəni deyək ki, 40 manatlıq 100% baxanda, 25% bunun maya dəyəri olmalıdır. Bir. Onsuz da 25% gedir vergiyə, orada qalır 50%. 50%-in də əgər sir isə aqressiv bir normal marketinq eləyək, ona görə müvafiq büdcə lazımdır. Onun da bir hissəsi getdi, 10%, 15% bəzən gedir, belə deyək, marketinqə, satış motivasiyasına bərabər gələndə, yəni 15-20% bizə net qazanc qalır. İndi bəzən yəni 44-ə vurmaq deyirik də biz buna ki, yəni bundan aşağı eləyəndə istərsəməz ya məcbur qalırsan vergidən yayınmağa. Baxın, əgər biz şəffaf bir vergi sistemi istəyiriksə, dayanıqlı bir iqtisadiyyat istəyiriksə, burada düz vergilər qiyməti 4-ə vurmaq lazımdır. Bəli. Bu bütün sahələr üçün, bütün xidmət məhsul hamıda, yəni uyğun düstur budur ki, 4 qatını hesablayıb satışa çıxartmalısan. IT xidmətlərində maya dəyəri necə ki
Netflix misalını deyə bilərik. Yəni onlar vaxtilə yatırım ediblər milyonluq deyək, ya da Bolt taksi xidmətləri və s. Bunlar yatırımı vaxtında ediblər. Sonra onlara maya dəyəri sıfıra başa gəlir. Onlar ona görə onun belə OPEX deyil o artıq. Orada təbii ki, çox da qoya bilərsiniz. Azdır. Orada onsuz da faktiki çoxdur. Yenə də rəqabətçi sayılır. Ona baxmayaraq. Qarışıq oldu. Yo, aydındır. Amma məhz tərin o prosesi də izah edəsiniz ki, bax bugün kimsə xaricdən franşiz almaq istəyir. Bu düzgün mexanizm necədir? Bizim hal-hazırda biz Azərbaycan Franchising Assosiasiyası ilə bərabər də bəzi layihələrimizi birləşdiririk. Biz tədbirlərimizdən hiss eləyirik ki, Azərbaycana gəlmək istəyənlər çoxdur, var. Xüsusən xidmət sektoru ilə bağlı bir türk şirkəti var, barter sistemini qurmaq istəyir ki, bu barter çox həqiqətən də bir sahibkar üçün maraqlı bir, onu da inşallah başqa bir mövzuda açarıq, çünki böyük geniş mövzudur. Amma belə artıq maraqlar var. Amma mən istəyərdim ki, bizim milli markalarımız formalaşsın, franchising kimi və yerli və xarici bazara biz çıxardıq markalarımızı. Onu hər birimiz təbii ki, çox arzulayırıq, amma onun üçün marka özü axı birinci formalaşmalıdır. Bizdə nə qədər elə markalar yerli? Bizdə elə 20 dənə markanın 300-ə yaxın şəbəkəsiz var, misal üçün. Yəni burada pərakəndə marketlər də var və s. Amma o xəyal heç də uzaq deyil. Normal, həqiqətən də artıq bir qlobal bir dünyada yaşayırıq. Benchmark rahat müqayisə edib hansısa bir işlər görə bilərik və onu biz mərkəz olaraq da bu işdə sahibkarlarımızın yanındayıq və bunu əlçatan eləmək üçün istər indi bilirsiniz ki, İqtisadiyyat Nazirliyində bəzi struktur formalaşmaları gedir. Onlar formalaşandan sonra biz də artıq aktiv nazirliyimizdən aktiv işləyəcəyik. Yəni burada bilirsiniz, yəni dövlətin birbaşa marağındadır. Yəni gəlin dövlətin marağından deyək. Birincisi makroiqtisadi göstəricilərdə. Yəni dövlət üçün maraqlı deyil ki, şirkət və önlər, sahibkarlar bağlansın. Düzdürmü? Yəni vergi daxil olmalarından tutun, işsizlik və s. məsələlərinə görə. Mikro cəhətdən baxsaq, şirkətlərin düzgün idarə olunmasında maraqlıdır. Çünki düzgün idarə olunmayan şirkətlər, misal üçün dediyimiz o mali dayanıqlığı ilə bağlı qiymətin formalaşması olsun, bir sektordan, müştəridən asılılıq məsələləri olsun. Belə məqamlarda artıq şirkət düzgün dayanıqlı bir qaydalarla idarə olunur da. O da bir orqanizmadır. Yəni genetikasında biznes modeldə bəlkə səhv varsa, onunla bağlı müəyyən dəyişiklik eləməlidir. Üçüncüsü, dövlət üçün milli markalaşma deyə bir tərəfi var, faydası var. Nəyə görə? Bizim tanıtmamız markalarımızı sadəcə bir marka yüksəldi deyil. Bizim mədəniyyətimiz də tanınır xaricdə. Bizim yeməyimiz, bizim folklorumuz, bizim misal üçün elə sadəcə belə baxanda filmlərdən də ixrac eləyə bilirsən. Yəni bu dəqiqə özbək filmləri bizdə müəyyən mədəniyyətlərini, seriallar var. Bəlkə də sizdə də deyəsən gedir, hansı kanalda gedir belə bir filmlər, seriallarımız var və Türk bu dəqiqə serialları ilə ən böyük bazar sahibdir. Yəni əvvəl Braziliya idisə o vaxtları ağlamalı filmlər. Yəni burada bir dəqiqə Türkiyə ərəb bazarında keçən elə şeyə getmişdim, Misirdə idim keçən ay. Orada hamı doktor Şehid tanıyırlar. Mucizə doktordan danışırlar. Yəni çox aktiv orada bu seriallara rəğbət var. Yəni sahibkarlıq inkişafı kimi ixracdır, ixracdan valyuta əldə deyil. Mədəniyyətimiz olmalıdır. Yəni baxın, məhsul layihəliyimi, brend layihəliyimi müqayisə eləsək, məsəl üçün düşünün ki, franchisingin gözəlliyi nədir? Əsas biz həmişə onu dilə gətiririk. Düşünün ki, bir məhsul ixrac edirsiniz. İdxalçı şirkət sizdən daha yaxşı, sizin məhsulun analogunun başqa bir şey görsə, daha qiyməti yaxşı, şərtlər münasib olsa ki, onsuz da bazar üstündə hamı rəqabət aparır. Savaş gedir. Mədəni bir savaşdır, biznes savaşı gedir. İstər-istəməz sizə ya şərtlərinizi deyəcək aşağı salın, ya bir belə pis çıxmasın, şərtə hansı uyğunsa ona dərhal dönəcək. Amma franchisingdə bu belədirmi? Deyil. Franchisingdə artıq bir marka gedir ora. Marka, yəni sən o distributor olub franchise. Sizin oradakı advokatınız və marka dəyəri artmış olur. Bir deyək ki, 5 ölkədə, 10 ölkədə olan bir marka var, tanınmışlıq var ki, o da haşiyə açım, marka tanınmışlığı nə qədər yüksəkdirsə, o qədər marketinq xərci, yəni müştəri cəlb etmə xərci azalmış olur.
Bu da bir faktdır da. Yəni dolayısıyla məsəl üçün Türkiyədən bura gələn hansısa bir marka, istər restoran olsun, hansı bir şirkət olsun, artıq onu biz sahibinə baxmırıq. Elə McDonald's-un özünə. Yəni biz bilmirik ki, orada Steven'dır, nə bilim o Ray Kroc'dur və s. misal üçün biz baxırıq marka dəyərinə və burada idarə edən, burada Tofiq dayı da olsa, nə bilim Rafiq bəy də olsa, biz onu heç tanımaq da istəmərik də. Biz markanın loyal müştərisiyik. Marka bizə daha yaxın olur, nəinki insan faktoru. Amma yəqin ki, həmin bazara daxil olanda ora uyğun müəyyən uyğunlaşmalar olur da. Ona global deyirik. Yəni qlobal düşünüb lokal davranmaq. McDonald's-ın ayran içəcəyindən və ya mak dönəri ilə Türkiyədə məhsul inkişaf etdirməsi kimi Rusiyada da hansısa bir donuz əti ilə hansısa bir şeyin çıxartması, menüsünə əlavə eləməsi olur. Bax, burada o qızıl orta balans necə tənzimlənir ki, həm markanın dəyərinə heç bir zərər gəlməsin, həm də o bazara uyğun, cəmiyyətə, bazara uyğun müəyyən dəyişikliklər də etməyə alınsın ki, orada satış getsin. Yəni nəyi dəyişmək olar, nəyi dəyişmək olmaz? Yəni biz söhbət hansı bazardan gedir? Yəni yerli İstənilək, məsələn, tutaq ki, Azərbaycan markası bir kofe gedir Özbəkistanda açılır. Məsələn, orada hansı qaydalara uyğunlaşmaq olar, hansılarda güzəştə getmək olmaz, xidmətdən tutmuş dada qədər. Yəni bilirsiniz ki, məsəl üçün böyük markalar, yenə McDonald's desək, onların ayda bir dəfə Mr. Shopper edirlər və o gizli bir müştəri araşdırması mütləq onlardan heç bir şey vermir. Yəni o standartları qorunmalıdır. Yəni bəlkə də ayaq yolundakı o yoxlamaq, təmizlik imzaların yoxlanması elə belə görsənsə də o ciddi bir yoxlanış çeklistidir. Yəni ona əsas olmayanda artıq bir töhmət də gələ bilər, tək tərəfli kompensasiyalı ləğv də oluna bilər. Yəni markanın o keyfiyyətindən heç vaxt hətta böyük markalar nəyi hardan alacağı, təchizat zənciridirsə, hər şey demək məcburiyyətindədir. Bu həmişə yaxşıdır. Məcbursuz. Yəni ola bilər siz toyuğu KFC misal üçün deyər, yerli hansı broilerdən ala bilərsiniz, amma standartlar, reseptlər və o qədər insanlar yatırım edir. Anladım. Belədir proses. Amma bu həmişə üstünlüyü qazandır, yoxsa bəzən çətinlik də yarada bilər? Mən misal üçün bir dənə razılaşdığım, söhbət gedir 2012-də. Bir Türkiyənin adını çəkməyim, kumpir eləyən bir şirkəti var idi. Biz ona məsləhətlər elirdik. Bu şirkət 2 dənə şirkət açmışdı nöqtəni, yaxşı həyəcanlı momentində açmışdı. 2 dənəsindən biri artıq bağlandı, biri də bağlamaq üzrə idi. Deyirəm niyə? Yəni mən konsultant kimi çağırdılar. Biz həkim kimi gedirik. Baxırıq, müayinələr eləyirik. Yəni analizlər aparmalıyıq. Mətbəxində rəqəmlərdə nə düz getmir, nə gedir. Biraz araşdıranda baxdıq, gördük ki, Türkiyədəki franchiser adicə salfet, nəm salfetləri də puldan satır. Yəni qəşəng puldan satır amma. Yəni İstanbul kimi yerdə onun məsəl üçün maya dəyərsi 1 qəpiksə, bu 5 qəpik misal satır və 7% royalty alır. Yəni dövrənin 7%-ni alır və belə çıxır ki, buradakı sahibkar sadəcə elə onlara işləmiş olur. Yəni qazancı yoxdur deyə bir sahibkar da bu düşünəndə ona maraqlı gəlmir və dərhal bağlamaq məcburiyyətindədir. Mən artıq danışdım qarşı tərəfdən, dedim, siz böyük bir dünya markası deyilsiniz. Mən özüm 6 il Türkiyədə işlədiyim, oxuduğum vaxtlarda sizi tanımırdım. Yəni siz niyə bu dəqiqə, yəni bizim sahibkarlarımıza hamısına buradan fürsətdən istifadə edib demək istəyirəm ki, franchising bir qanun deyil. Yəni diktə eləyəcək tərəf bundan bax bu mənada şərtlər baxımından, yəni keyfiyyətə mən heç nə deyəmərəm, çünki keyfiyyət mütləqdir, amma rəqəmsal şərtlərdə bazarlıq eləməyə gedilən bir şeydir. Və mən orada ona izah eləməyə çalışdıq ki, siz bir dəfə 2 ay, 3 ay qazanasınız, amma davamlı qazanmayasınız. Yəni və bağlanan bir marka sizin üçün də image itirilməsi deməkdir də. Yəni açıldı, bağlandı. Amma sabah açılmış Bakıda 2 dənə nöqtədə, 3 dənə nöqtədə olması, nə bilim Bolqariyada bu qədər olması sizin əlavə müştəri etibar qazandırır. Yəni investor baxımından. Və onu 3-ə saldıq və düşünün ki, bəzi şeylərdə də müəyyən azaltmalara düşdük və moderator kimi oldum, mediator oldum orada və 3 dənə əlavə açıldı. Bax bu həmən o hətta bu markanın problemi nə idi? Kumpir kartofu biraz iri olmalıdır. Burada təchizat baxımından onlar demir də kartofu orada təchiz eləyə bilmirdilər. Məcbur buradan hardasa tapmalıyıq. Mən məsəl üçün bizim elə mərkəz olaraq və o vaxt tək idim. Tək olaraq getdim Azərbaycana kartof gətirənləri tapdım.
Xırdalandakı depolarına baxdım, meyvəli və s. Mən özüm xoşuma gəldi ki, nəticəli bir iş olsun. Yəni çünki o sahəni də öyrənmiş oldum. İkinci bir кейsimiz müqavilədə qarşı tərəf hal-hazırda da çox şükür yaxşı fəaliyyət göstərirlər. Premium kebabçı. Türkiyədə tanınmış markadır. Burada da yeni açılan bir mollarımızda birində artıq fəaliyyət göstərir. Onların danışıq zamanında qarşı tərəf deyirdi ki, misal üçün 1 milyon bu restorana pul qoyan Azərbaycan sahibkarının bu niyyəti 2 il sonra ya 1 il sonra bunu 3 milyona satmaq. Yəni adam kommersiya təfəkküründə adamdır. Sadəcə qarşı tərəfdə də orada maddədə də 17-ci maddə idi, yazılmışdı ki, satış zamanı, daha doğrusu satış deyəndə əl dəyişdirmək olur bu. Yəni marka yenə burada qalır. Məsəl üçün yenə Tofiqə gedək. Tofiq yox, Rafiqin əlinə keçəcək. Amma əziyyəti çəkən Tofiq olub, riski o qoyub hamısını. İndi haqqı var ki, bunu dəyişdirməyə. Düzdür, müəyyən mənada qarşı tərəf haqlı ola bilər ki, mənim markamdan əlavə qazanc eləyirsənsə, mənə də payımı ver. Amma bu yarısı olmamalı idi da əslində. Yəni orada əgər qarşı tərəfin belə deyək vəkili olsaydım, deyərdim ki, heç olmasa 10-20-də qalaq. Amma mən bu tərəfin vəkili idim və riski də oradan da bu tərəfdə gördüyümə görə onlara qarşı tərəfə dedim ki, gəlin onda, yəni bizimkilər tam razı idi ona bu arada. Yəni son anda müdaxilə edib danışıqlar yolu ilə bu məsələni şirin, tatlı bağladıq. Söhbət də nə oldu? Qarşı tərəfdən dedik ki, əgər baxın, bu 1 milyonu qoyursa və 3 milyon satanda siz 1 milyona talip istəyirsiniz də, yəni yarı-yarı istəyirsinizsə, yaxşı, onda indi qarşı tərəfdə biraz dindar kəsim idi. Dedim, yaxşı, bu kar olanda ortaq olursunuz. Bəlkə bu 500-ə satsa 250 minə ziyana ortaq olasınız. Yəni haqq ədalətli olsun da, madəm olursa. Onda dilər yaxşı olmasın. 17-ci maddəni çıxartdıq orada. Yəni və düşünün ki, bizim bu sahibkarı 1 milyon yarım, bəlkə də daha çox qabağa salmış olduq. Və bütün bu proseslərdən sonra siz düşünürsünüz ki, hələ də franchising modeli ilə biznes qurmaq, onu sən daha çox sənin onu qurmağında, yəni sən alırsan, başa düşdün. Xaricdə məsələn gətirib mən burada bu modeli ilə biznes qururam. Bu hələ düşünürsünüzmü ki, sıfırdan biznes qurmaqdan daha rahatdır? Yəni sıfırdan biznes qurmaq bizdə belə bir şey deyək də. Əgər bir sahibkar, biznes qurmaq istəyən sahibkar bir 10 illik misal üçün deyirəm də, bir bərbər işləyibsə, keçmişində təcrübə varsa və ya maşın ustası işləyibsə və ya maşın biznesində olubsa, davamında yeni sıfır bir iş qurmaq istəyirsə, keçmiş təcrübəsinə əsaslanırıq. O təbii ki, öz biznesini franchisingə uyğun özü marka yaratsın. Biz onu şiddətlə tövsiyə edirik. Hətta yanındayıq. Yəni dövlətdən də hal-hazırda maliyyə ilə bağlı bank tərəfdaşlarımızdan bir dəqiqə danışıqlar aparırıq. Maraqlı bir bank məhsulu da çıxardacağıq. Franchising dəstək proqramı çərçivəsində franchising dəstək krediti. Hal-hazırda bir bankdan danışıqlarımız. Yəni necə olacaq? Yəni franchising bizneslarına daha dövlətin sosial belə deyək kreditlərini 5%-dən verilməsi ilə bağlı. Belə ki, kimsə işi böyütmək istəyirsə, onlara kredit verilsin. Bəli. Yəni franchizer kimi. Düşünün ki, misal üçün bir sahibkar hardansa bir deyək ki, bir məlumat alıb ki, X sahəsində yaxşı, maraqlı pul var, qazanc yaxşıdır. Öz pulu var, gəlir ya banka, ya investorun yanına. Deyir ki, bu biznesi qurmaq istəyirəm. Tək başına olsa, siz də təbii deyərsiniz ki, sənin ümumiyyətlə bu sahədə təcrübən varmı? Düz, doğrumu? Yəni təcrübən yoxdursa, öz pulu da batırırsan, bizim pulu da batırırsan. Düzdürmü? Amma həmin adam hansısa bir tanınmış franchiserin, yəni uğur qazanmış franchisingin, oturmuş, markalaşmış bir franchisingin franchise kimi gəlsə, siz o sualı verməyəsiniz. Düzdürmü? Yəni məntiqən də, yəni deyəsiniz ki, artıq bunu sahib çıxacaqlar buna. Aydındır. Elnur bəy, indi sonda bir ümumiləşdirmə etsək, sizcə franşiza ilə qurulan bizneslərin uğursuz olmasının əsas səbəbləri nə olur? Yəni hansı xüsusiyyətlər, ortaq xüsusiyyətlər onları uğursuz edə bilər? Yəni bayaq ki, dediyim misallar da, кейslərdən də demək olar ki, yəni əgər qarşı tərəf, bizim tərəf, adətən gördüyümüz, rastlaşdığımız məsələlərdir. Yəni göz bağlı bütün şərtlərini hə deyirsə, yəni müqaviləyə diqqət etmək lazımdır. Çox diqqət edin. Çünki müqavilə ən önəmli bir məsələdir və şərtlər. Yəni öncədən şərtləri danışıb sonra müqaviləyə keçmək və o qanun deyil, dəyişdirilə bilər. İkincisi də qarşı tərəfin müəyyən o reqlamentləri olur da. Yəni hər təklif edən franchiser də uğurlu olacaq deyə bir şey yoxdur. Siz öncəliklə qərar vermədən qabaq ya bizə müraciət edin, biz köməklik eləyək, ya özünüz həmən şirkətin franchiseləri ilə də bir araşdırın. Bu çox önəmli bir şeydir. Yəni o sizə gözəl bir vəd verilə bilər.
Amma real tamamlıq başqadır. Dəfələrcə olub. Yəni biz araşdırmışıq faydası. Yəni onu son anda şey eləmişik, saxlamışıq ki, yaxşı samballı franchising deyil və ya bu riskli franchising. Nədən başa düşdünüz ki, samballı deyil? Getdik franchise ilə danışdıq. Vəd verilənlərin heç birisi yerinə yetirmədiyini görəndə. Məsələn, marketinq dəstəyi veririk deyəndə buradakı deyir ki, yox, heç bir şey görməmişik və doğrudan da baxırıq ki, batmaq üzrə olan bir franchise qarşımızda var. Amma əslində hamısı marketinq dəstəyi təklif edir, yoxsa sadəcə o kim istəyirsə? Təbii ki, yəni yox, burada müəyyən şərtlərdən asılıdır. Yəni dövrənin 1%-ni razılaşıb marketinq büdcəsi eləmək durumu ola bilər və siz risk tərəfi vardır. Siz ilk bazara girirsiniz, sizə həddən artıq dəstək olunmalıdır. Hətta royalty ümumiyyətlə olmamalıdır. Yəni ilk bazarda riski siz götürmüsünüzsə, yəni balanslı bir əməkdaşlıq olmalıdır. Bəs onlar qarışa bilərlərmi? Məsələn, necə insanları işə götürün, kimlər orada olsun, hansı yaş aralığında və ya şəhərin hansı küçəsində, ətrafında filan mağaza olsun, olmasın? Bu məsələlərə qədər gedə bilər. Bizim ən böyük problemimiz Azərbaycanda, buna da toxunağın. Yəni Azərbaycanda Avropada nədir? Məsələn, icazə verən, sahibkarlıq icazəsini verən müəyyən bələdiyyə strukturları var ki, məsəl üçün burada restorana ehtiyac var yoxsa yox. Yəni əgər orada 4-5 dənə restoran varsa, bir-birinizin bazarını öldürəsizsə, mən dövlət olaraq oradan vergi toplamayacağamsa, ona icazə vermirlər. Amma əgər ehtiyac varsa lokasiya söhbətinə, yəni yer baxımı çox önəmlidir. Burada da həmən məsəl üçün insan axını neçə nəfər olmalıdır 1 saatda və ya lap sadə bir franchiseyi təriflədiyi qədər gündəlik satışınız bu olacaq, bu 2 ilə və nə bilim 6 aya, 3 aya pulunuzu çıxardırsınız deyən franchisерə üzr istəyirəm, gedib onun elə 1 saat onun nöqtəsində müşahidə eləyin. Yəni həftə sonunda da gedin, həftə içində gedin, özünüz gedin ya adam göndərin. Yəni saysın ora neçə nəfər girdi çıxdı. Yəni baxın düz gəlirsə, onda rahatlıqla gedin. Yəni çünki bu çox önəmlidir. Bəzən amma bu da ola bilər də. Yəni bəzən ola bilər həftə içində saat 1-də getmisiniz, misal üçün. Boş olan bank. Amma həftə sonunda adamlar çox işləyir. Yəni bu da bir də ondan da başqa nə qədər adamın keçməsi ilə yanaşı, bəlkə də səninmi müştərin də oradan keçir. Məsələn, hər hansı bir bağçadırsa və oradan bir dənə də övladı olan gənc ailə falan yoxdursa, o keçsinlər də. Nə fərqi var? Təbii ki, o da haqlısınız. Yəni o da önəmlidir. Yəni tələbələrin universitetin yanından bağçanın orada olması kimi nə belə bir müəssisə deyil ki, valideynlərin uşaqları gətirsin ora qoysun, işdən sonra götürsün də deyilsə, yəni universitetin yanında bağçanın olması misal, yəni dediyimiz hədəf auditoriya deyilsə, onu düşünmək lazımdır. Aydındır. Təşəkkür edirəm gəldiyinizə görə. Nəsə demək istədiyiniz qaldısa, sonda əlavə edə bilərsiniz. Yəni Azərbaycanda biz franchising ekosistemi çalışmalarını 2012-dən başlamışıq. Biraz təbii ki, istəyərdik bu daha sürətlə belə deyək, heç olmasa bir Orta Asiyadakı MDB məkanlı ölkələrdən paralel getsin. Yəni təbii ki, istəyirik ki, dövlətimiz də bunu işə daha da möhkəm bağlansın. Bilirsiniz ki, ümumdaxili məhsulda da biz Qafqazda təəssüf ki, 3-cü yerdəyik. Yəni neft ölkəsi olaraq, güclü ölkə olaraq istəyərdim ki, arzumuz budur ki, gözəl ölkənin, gözəl belə uğurlu iş adamlarının sayı çox olsun. Təşəkkür edirəm bir daha gəldiyinizə görə. Bugünkü həmsöhbətim Azərbaycan Franchising Mərkəzinin rəhbəri Elnur İslamov idi. Biz onunla birlikdə məhz bu modellə biznes qurarkən nələri bilmək lazımdır, bu haqqda danışdıq. Dinlədiyinizə görə çox sağ olun. İşdir, əgər əvvəldən dinləmək alınmadısa, onda bugün axşam saat 8-də yenidən təkrarını eşidə bilərsiniz. Amma biz hələlik sağ olun.